iqtisadiyyat xəbərlərini təqdim etmək üçün sözü Aysel Fərziyə veririk. Axşamınız xeyir olsun Aysel. Hər vaxtınız xeyir Mehman. Siz hansı xəbərlərlə gəlmişsiniz? Mehman, maraqlı xəbərlərimiz çoxdur. Bu dəfəki buraxılışımızda ölkəmizdə ümumdaxili məhsul istehsalı ilə bağlı xəbər çatdıracağıq sizə. Eyni zamanda ölkəmizdə xarici ticarət dövriyyəsinin həcmindən xəbər tutacaqsınız. Dünyada baş verən iqtisadi yeniliklərdən də birjalardakı son vəziyyətdən də xəbərlərimiz olacaq. Buyurun təqdim edin xəbərlərinizi. İndi isə daha ətraflı. Ölkəmizdə ümumdaxili məhsul istehsalı 2,5% artıb. İlin ilk 9 ayında Azərbaycanda 44,1 milyard manatlıq ümumdaxili məhsul istehsal edilib. Dövlət Statistika Komitəsinin məlumatına görə qeyri-neft sektorunda istehsal olunan əlavə dəyər 6% artıb. Neft-qaz hasilatı sahəsində isə bu göstərici 2% aşağı düşüb. Ümumdaxili məhsulun 61,6%-i istehsal sahələrində, o cümlədən 44,3%-i sənayedə, 11,9%-i tikintidə, 5,4%-i isə kənd təsərrüfatı sahəsində qeydə alınıb. İlin ilk 9 ayında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 23 milyard 878 milyon dollardan çox olub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 8,6% azdır. Dövlət Gömrük Komitəsinin məlumatına görə idxal üzrə 6 milyard 522 milyon dollar, ixrac üzrə isə 17 milyard 356 milyon dollar olub. 9 aylıq xarici ticarət saldosu 10 milyard 834 milyon dollar təşkil edib. Azərbaycanda qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsi üçün xərclər artırılacaq. Maliyyə Nazirliyi tərəfindən açıqlanan 2015-ci ilin dövlət büdcəsinin layihəsində qeyd edilib ki, gələn il qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsi üçün 225 milyon manat vəsait xərclənəcək. Layihəyə əsasən kənd təsərrüfatı məhsullarının istehsalı üçün isə fermerlərə verilən subsidiyaların məbləği də 50 manatdan 80 manata qaldırılacaq. 2008-2015-ci illər üzrə əhalinin ərzaq məhsullarının etibarlı təminatına dair dövlət proqramının həyata keçirilməsi üçün gələn ilin dövlət büdcəsindən 186,2 min manat vəsait ayrılması nəzərdə tutulur. 2014-cü ildə kasko sığortası ilə bağlı sığorta şirkətlərinin bazara çıxardığı məhsulların həcmi əvvəlki ildəkindən 2 dəfə çox olub. Sığortaçılar Asosiasiyasından verilən məlumata görə bu il sığorta bazarında ən ciddi artım həyat sığortasında qeydə alınıb. Bu sahədə 60%-lik artım tempi müşahidə edilib. Gümrük sığorta son 8 ayın nəticələrinə görə Azərbaycan sığorta bazarı 65%-lə edir. 35% icbari sığorta mülayinə təqalan sığortalardır. İcbari mülayinə bağlı. Bəli, burada nisbətən zərərli dərəcəsi artıb. Amma bunun aradan qaldırılmasının ən vacib yollarından biri üzərində kömürlüğün də satılmasıdır. Qərb Rusiyaya qarşı tətbiq etdiyi bir tərəfli sanksiyaları özü ləğv etməlidir. Belə bəyanatlar Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov Moskvada keçirilən Avropa Biznes Asosiasiyasının üzvləri ilə görüşündə çıxış edib. Rusiya və Avropa İttifaqı arasında münasibətlər həqiqət anına çatıb. Biz artıq müəyyənləşdirməliyik, biz strateji tərəfdaşıq, yoxsa hələ də geosiyasi rəqibik. Avropa sanksiyalardan təkcə bu il 40 milyard avro zərər çəkib. 2015-ci ildə isə bu rəqəm 50 milyard avro təşkil edəcək. Almaniyanın Maliyyə Naziri ölkə iqtisadiyyatını acınacaqlı durumda təqdim edənlərə etirazını bildirib. Bir sıra beynəlxalq qurumlar vəziyyəti dramatikləşdirməyə cəhd edirlər. Lakin iqtisadiyyatımızın hazırki durumunun qara rənglərdə verilməsinə ehtiyac yoxdur. Maliyyə Naziri bu fikirdədir. İndiyədək Almaniya rəsmi olaraq narahatlıq üçün hər hansı bir səbəbin olduğu barədə heç bir açıqlama verilməyib. Ölkədə repressiya yoxdur. Sadəcə ölkə iqtisadiyyatının inkişaf tempində lənginə müşahidə olunur. 2014-cü ildə ümumdaxili məhsulun 1,5% artımı gözlənilir. Bu səbəbdən hesab edirəm ki, yersiz xərci qaldırmaq üçün heç bir əsas yoxdur. Biz eyni zamanda Avropa Mərkəzi Bankının Avrozonanın fəal surətdə stimullaşdırılmasının da tərəfdarı deyilik. Avropada artıma nail olmaq üçün çek yazmaq heç də uğurlu addım sayılmamalıdır. İqtisadi inkişafın stimullaşdırılması üçün Avropa Mərkəzi Bankı kimi istiqrazların alınması deyil, struktur islahatlarını aparmaq lazımdır.
Bu saata neft birjalarında dinamika mənfidir. Amerikanın New York əmtia birjasında hərraca çıxarılan light markalı qara qızılın bir bəreli $84.20 təklif edilir. Bu isə 1,31% eniş deməkdir. London birjasındakı Brent nefti isə 1,64% ucuzlaşaraq $80.99 düşüb. Amerikanın fond bazarlarında vəziyyət bir qədər fərqlidir. Dow Jones, S&P 500 və Nasdaq 100 indeksləri ucuzlaşıblar. Avropanın aparıcı səhmləri də mövqelərini itiriblər. Almaniyanın DAX-ı və Britaniyanın FTSE 100-ü 0,5 və 1% arası ucuzlaşıblar. Bahalaşan yeganə indeks isə Yaponiyanın Nikkei 225 indeksidir. Qiymətli metallar hamısı qırmızı zonadadır. Qızıl enişini 0,83% ilə davam etdirib. Sarı metal indi $1222.49 satılır. Gümüş isə daha çox 1,84% dəyərini itirib. Platin və palladium da 2%-ə yaxın ucuzlaşıblar. Ən az itki ilə üzləşənsə mis və alüminium olub. Avronun məzənnəsi yenə də düşməyə meyillidir. Bu saata avro dollar 1,2645'dir, dollar yen 107,34, funt sterling dollar isə 1,5928'ə mübadilə olunur. Azərbaycan manatının digər valyutalara nisbətən Mərkəzi Bankın müəyyənləşdirdiyi məzənələri isə belədir. Dollar 78 qəpik yarım, 1 avro təxminən 99 qəpik, Rusiya rublu 2 qəpik, Türk lirəsi isə 34 qəpikdir. Belə bu bizim bugünə Ekonomiks'də çatdıracağımız sonuncu iqtisadiyyat xəbəri idi. Xəbər saatınızı isə həmkarım Mehman Mehdiyev davam etdirir. Çox sağ